Salam. Biologiya öyrənmək istəyənlər üçün əyani olaraq bax bunu qeyd eləmək istədim. Bilirsiniz də yəqin ki, parazit göbələklər mövcuddur. Hansı ki, o parazit göbələklər ola bilər insanda, ola bilər heyvanlarda, hətta ola bilər ki, bitkilərdə parazitlik eləsin və müəyyən xəstəliklərin əmələ gəlməsinə səbəb olsun. Bax, bu gördüyünüz həmin parazit göbələklərdən pas göbələyinin törətdiyi xəstəlik. Yəqin ki, müəyyən qədər dərs vəsaitlərində sürmə göbələyi, qov göbələyi, pas göbələyi, çovdar mahmuzu göbələyi haqqında eşitmisiniz. Yəni oxumusunuz, öyrənmisiniz. Bax, indi fikir verin, yarpaq görün necə büzüşüb. Pas göbələyidir. Pas göbələyi bitkinin xloroplastın yarpaqda dağıdır. Qonur ləkələr əmələ gətirir. Bax, təsvirdə gördüyünüz kimi. Və nəticədə yarpağın fotosintez sahəsi kiçilir xəstəlik olduğuna görə. Bilirsiniz də, parazitlik eləyəndə onun hesabına həmin parazit göbələk özü qidalanmış, yaşamış olur. Və nəticədə yarpağın fotosintez etmə qabiliyyəti aşağı düşür. Və nəticədə bitki zəifləyir, məhsuldarlıq aşağı düşür. Qarşısını almaq üçün elə bir vasitə yoxdur. İndi mən adətən kitablarımız yazır ki, davamlı sortlar əldə eləmək lazımdır. Amma bu artıq əkilibdir. Fikir verin. Yarpaqlar xəstəliyə tutulubdur. Mən bunun yayılmasının qarşısını almaq üçün bu yarpaqları kəsib götürəcəyəm. Və nəticədə onu bir qədər sağlamlaşdırmaq istəyəcəm. Yəni olaraq pas göbələyinin fəsadlarını gördünüz. Bu qədər. Sağ olun.